Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayrın ve değerlesin. İşlerinizi avand eylesin. Ettiğiniz ibadetleri Kerbela şehirleri ve İmam Hüseyin Aleyhisselam'a hatir, 14 masuma hatir, 124 bin peygamberlere hatir kabul eylesin inşallah. Bildiğiniz gibi bugün Müslüman ayı olan Şaban ayının 3. günüdür. Belə ki, bugün imamətin 3. günəşi şəhidlər sərvəri, cənnət cavanlarının ağası, Allah dinini öz qanı ilə qoruyan, elmin xəzinəsi, sinəsi elm sandığı olan Allahın ərşinin sırğası sayılan, dünyanın bütün insanlarının qəhrəmanı, Peyğəmbərimizin övladı. Çünki İmam Hüseyin Aleyhisselam dünyaya ilk dəfə gələndən sonra 40 gün Peyğəmbərimizin barmağından qidalanıb. Belə ki, Peyğəmbər həmişə deyərdi, mən Hüseyndənəm, Hüseyn də məndən. İmam Hüseyin Aleyhisselam, Əli Aleyhisselamın gözünün nuru, qolunun qüvvəti, anası Fatimə Zəhra Salamullah Aleyhanın gözünün işığıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ilk dəfə ağamızı mübarək qucağına alanda, yəni hələ təzə dünyaya gələn vaxtlarda onu ziyarət edib və ona salam verərək buyurdu. Ey Allahın ərşinin zinəti, həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Yəni Nuhun tufanında kim Nuhun gəmisinə mindi, nicat tapanlardan oldu. Nuhu qəbul etməyənlər isə gəmiyə minmədilər və nəticədə suda qərq oldular. Peyğəmbər sallallahu aleyhi və səlləmin İmam Hüseynə nicat gəmisi deməkdən bu söz Nuhun gəmisinə işarə edilir. Yəni kim Hüseyni qəbul etsə, o nicat tapanlardan olacaq. Bugün belə bir ağamızın şərafətli məvlud günüdür. Mövlamız Həzrəti İmam Hüseyin Aleyhisselam hicrətin 4-cü ili Şaban ayının 3 günü Mədinə şəhərində dünyaya gəlmiş və hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da 57 yaşında Kərbalada şəhid edilmişdir. İmam Hüseyin Aleyhisselam bizim elə ağamızdır ki, yadımıza düşəndə həmən anda Kərbəla hadisəsi yadımıza düşür və burnumuzun ucu göynəyir, gözlərimizdən yaş sel kimi gedir. Elə ağamızdır ki, Peyğəmbərimiz həmişə İmam Həsənlə İmam Hüseyin Aleyhisselamın cınağına otuzdurub gəzdirərdi. Hələ uşaq vaxtlarında Peyğəmbər salavatullah namaz qılanda elə ki, səzdəyə gedərdi. İmam Hüseyin Aleyhisselam onun mübarək belinə oturardı. Peyğəmbər o qədər səzdəni uzadardı ki, ta ağa yerə düşərdi. Yəni istəməzdi ki, onların qəlbləri sınsın. Ağamız elə bir ağadır ki, əgər ruhlar aləmində o bayraq ki, onda Kərbəla hadisələri yazılmışdı. Allah Teala'nın iradəsi bu idi ki, kimsə o bayrağı götürüb Kərbəla hadisələrini qəbul etməli idi. Bütün bu dünyaya gələcək insanların ruhları o bayrağa yaxınlaşıb, Kərbəla hadisələrini görüb o bayraqdan uzaqlaşdılar. Çünki bayraqda olan yazılara bayrağı götürən gərək dünyada əməl etməli idi.
Kimdə idi o ürək ki, dünyada əlində olan bütün varından, yoxundan, elindən, canından, övladlarından bu insanlara görə keçsin. Əgər kimsə bu işi görməsə idi, Allah Teala bütün bu insanları hələ yaratmamış yer üzündən siləcəkdi. Yəni, sanki deyəcəkdi ki, sizin kimi bir varlıq mənə lazım deyil. Buna aid bir dənə, yəni balaca da olsa söhbət etmək istəyirəm ki, sizdə yəni yəqinlik olsun bu işə. Elə hesab eləyəyin ki, indi Xəndək davasıdır. Allah lənət eləsin Əbu Süfyan Məkkə müşriklərinə, müşrik bütəstayiş eləyənə deyərlər. Məkkə müşriklərinə 10.000 nəfərlə gəliblər Mədinəyə. Yəni, bu məqsədlə ki, Peyğəmbər sallallahu və onun ətrafına yığılan insanları, ona iman gətirən insanları, yəni yer üzündən silsinlər. Peyğəmbər sallallahu da bu məsələni bildiyinə görə qabaqcadan öz ehtiyatını görməkdən ötəri öz ətrafında olan insanları ətrafına yığıb onlarla məsləhətləşir. Yəni bizim Peyğəmbərin belə bir xüsusiyyəti var idi ki, bir məsələ qarşısına çıxanda bilməsinə baxmayaraq ətrafında olan insanları, yəni bir yerə yığıb onlarla o işi görmək barəsində məsləhətləşərdi. Baxmayaraq ki, özü bilərdi, ona görə məsləhətləşərdi ki, bu məsləhətləşmədə həm onların fikrini bilərdi, həm də düz ya əyri fətva verənləri tanıyardı. Yəni orada münafiqlə ona qarşı müsbət fikirdə olanları tanıyardı. Xülasə orada belə qərara gəldilər ki, bir halda ki onlar 10.000 nəfərlə gəlirlər, bunlar da 1500 dənə Peyğəmbərin elə bir əskəri var. Yəni arxası dayağı var. İndi bunlar gəliblər Xəndəyin ətrafında, yəni dayanıblar. Peyğəmbər sallallahu, yəni bu ətrafında olan əshabələrlə məsləhətləşəndən sonra bildiyiniz kimi Xəndək qazdılar da bir neçə metrə ki, atlar da hətta oradan atlanıb bu izə keçə bilməsinlər. İndi Əbu Süfyanın ləşkəri elə bir gəlib, bu Xəndəyi görəndə qaldılar məəttər ki, necə eləyək, o izə keçək. Tarix yazanlar belə yazır ki, bir neçə gün onların aralarında oxla, yəni müharibə oldu, bir-birlərinə ox atdılar. Ancaq onun bir faydası olmadığına görə Əbu Süfyanın da ləşkərində güclü pəhləvanlar var idi. O cümlədən onların da biri Əmr İbni Əbdəbid idi ki, ona Yel-Yel deyərlər, yəni ləqəbi Yel-Yel idi. Özü də yaşlı bir təcrübəli pəhləvan idi. Onun qarşısına heç kəs çıxmağa ürək eləməzdi. Tarix yazanlar yazır, 1000 nəfər, bəlkə 1000-dən də çox insanlara bərabər bir pəhləvan olub. Tarixdə yəni belə bir pəhləvan olmayıb. Bir gün Əmr İbni Əbdəbid belə qərara gəldi ki, bu Xəndəyin dar bir yerindən atını atlandırıb, yəni keçsin bu izə Peyğəmbərin, yəni əshabələri ilə vuruşsun. Onu ilə bahəm bir neçə nəfər, burada mən adlarını qeyd etmişəm, Zirar İbni Xəttab, Hübeyrə İbni Əbu Vahab, Nofəl İbni Abdullah, İkrəmə İbni Əbu Cəhil, Əbu Cəhilin oğlu, Allah lənət eləsin. Bunlar da qüvvəli pəhləvan idi. Onlar da Əmr İbni Əbdəbindən atlarını atlandırırlar, keçdilər bu izə. Keçəndən sonra indi bunlar mübariz istəyirlər. Xüsusən birinci dəfə Əmr İbni Əbdəbid
mübariz istəyir ki, kimdir mənim qarşıma çıxan? Sizin içinizdə elə bir adam var, gəlsin çıxsın mənim meydanıma. Peyğəmbər sallallahu da öz əskərlərinə, yəni öz qovmilərinə, ətrafına yığılanlara deyir ki, yəni sizin içinizdə bir adam var, bu məlunun qarşısına çıxıb bununla döyüşsün, bunun səsini kəssin. Hamı da eşidib Əmr ibn Əbdəbidin şücaətini bilirlər, nə dərəcədə gücü var. Heç kəs ürək eləyib çıxa bilmir. Bu tərəfdən Əli Əmrəl-Mömin əleyhissalam da onda deyir, cavan idi, hələ 28 yaşı vardı. İndi təsəvvür eləyin, təcrübəli bir pəhləvanla, təcrübəsi o dərəcədə olmayan cavan adam eyni ola bilər. Amma Əli Əmrəl-Mömin əleyhissalam özünə arxayın idi, dedi, mən çıxaram. Peyğəmbər sallallahu ona dedi ki, sən bir qədər gözlə, yenə təklif elədi, heç kəs, yəni çıxmaq istəmədi. Çıxmaq istəməyəndən sonra axır əl-əmir Peyğəmbər sallallahu Əli əleyhissalamı dua elədi. Dedi, ilahi pərverdigarım, mənim əmim oğlum yuxarıdan, aşağıdan, qarşıdan və arxadan hər tərəfdən, yəni 4 tərəfdən mənim əmim oğlum müdafiə elə. Xülasə-i kəlam, Əli Əmrəl-Mömin əleyhissalam gəldi o məlunun mübarizəsinə. Mən bunu burada çox uzatmıram. Xülasə, o məlunu qətlə yetirdi. Kinolarda da görübsünüz, o məlun qeyzindən düşdü yerə, öz atının qışlarını kəsdi. Əli Əmrəl-Möminin də əleyhissalam onun qışlarını kəsdi. Xülasə o məlunu qətlə yetirdi. Qətlə yetirəndən sonra onlar bir-birinə mübarizə eləyəndə elə yerdən toz qalxmışdı ki, onları görmək mümkün deyildi. O toz o dərəcədə qalxdığı halda bir də gördülər ki, Əli əleyhissalamın səsi gəldi, Allahu Əkbər dedi. Bildilər ki, Əli əleyhissalam o məlunu qətlə yetirdi. Peyğəmbərin ləşkəri Allahu Əkbər deyəndən sonra Peyğəmbər sallallahu dedi, bugün Əli əleyhissalamın, mənim əmim oğlunun, Əmr ibn Əbdəbidə vurduğu qılıncın savabı insinlə cinin qazandığı savabların cümləsindən çoxdur. İkinci bir xəbər də belədir ki, Peyğəmbər sallallahu dedi ki, Əlinin bugün Əbdəbidə, Əmr ibn Əbdəbidə vurduğu zərbən savabı bundan sonra dünyaya gələcək bütün möminlərin, İslam dini qəbul eləyənlərin hamısının savablarından yəni çoxdur. Tərəzinin bir gözünə, yəni Əli əleyhissalamın o qılıncın savabını qoysun, digər gözünə bütün bu insanların, İslamı qəbul edənlərin savabını qoysun, Əlinin Əmrə vurduğu qılıncın savabı yəni ağır olacaq. Xülasə-i kəlam, o məlunu qətlə yetirəndən sonra o birlər istərlər keçələr. Bir xəbərə görə orada 2 nəfər atını atlandıra bilmədi, düşdülər xəndəyə. Əli əleyhissalam onları da getdi orada, qətlə yetirdi. Mən bu söhbəti burada etməkdə bir məqsədim var. Ki, yəni o vaxt ki, Allah Teala bu insanların, ruhların yaratdığı, bütün ruhlar başladılar, deməli Allah Teala'ya tərif deməyə. Hamısı özünü göstərmək istəyirdi Allah'a ki, yəni Allah Teala bizi digərindən üstün bilsinlər. Oydu, Allah Teala da Cəbrail əleyhissalama dedi ki, get cənnətdə bir dənə ələm var, yəni bayraq var, o bayrağı gətir. Uca bir yerdə, yerə sanc, tayin ki, bütün ruhlar görsün. Və o bayraqda yazılar var. Onların hamısına təklif elə ki, kim gəlib bayrağı götürsə və o bayraqda yazılanlara, yəni
yazılanları qəbul eləsə, sabahları qiyamətin günündə də həmən bayraq onun əlində olacaq. Yəni o bayraq şəfaət bayrağı sayılacaq. Kimi istəsə həmən adam şəfaət eləyə biləcək. Yəni qiyamətin ixtiyarı onun əlində olacaq. O ruhlar da hamısı əvvəl qaçdılar ki, hamısı bir-birini istədi ötsün ki, o bayrağı götürməyə. Amma bayrağa yaxınlaşanda bayrağın şəqqələri açıldı. Yəni bayraq açıldı. Baxdılar, gördülər ki, orada filan sözlər yazılıb və ona əməl eləmək lazımdır. Heç kəsdə ürək olmadı onu götürməyə. Heç kəsdə ürək olmayanda fəqət İmam Hüseyin əleyhissalam onu qəbul elədi, orada bayrağı götürdü. Mənim deməyim budur ki, yəni Peyğəmbər sallallahu ki, öz ləşkərinə, öz əskərlərinə dedi ki, kim Əmr ibn Əbdəbidin meydanına çıxar. Heç kəs çıxmadı. Heç kəs çıxmayanda Peyğəmbər olmasın, digər bir əskərlərin başçısı olsun. Orada nə deyər? Deyər ki, siz nə kişisiniz, nə insansınız, nə qeyrətsizsiniz. Sizin kimi əskərlər mənə lazımdır. Belə deyər də hər halda. Allah Teala da orada Cəbrail vasitəsilə ki, Cəbrail 2 dəfə təklif elədi o ruhlara, heç kəs götürmədi. 3-cü dəfə Cəbrail ki, dedi ki, əgər sizin içinizdən bir nəfər də olsa bu bayrağı götürməsə, Allah Teala sizi yer üzündən siləcək. Yəni sizin kimi canlı Allah Teala lazım deyil. Yəni sizin içinizdə ki, bir kişi olmaya, bir insan olmaya, Allah yolunda özünü fəda eləyə, siz Allah Teala'ya lazım deyilsiniz. Belə olan halda, yəni İmam Hüseyin əleyhissalam orada yeridi irəli. O bayrağı götürdü. Demək istəyirəm ki, əgər İmam Hüseyin əleyhissalam orada o bayrağı götürüb Kərbəla hadisələrini qəbul eləməsə idi, Allah Teala heç bu insanları da yaratmayacaqdı. Allah Teala biz insanlara nə qədər canlılar yaradıb, cinləri yaradıb, nəsnas tayfələri yaradıb, digər varlıqlar yaradıb. Eyni bizi də onda siləcəkdi, başqa bir canlı yaradacaqdı. Deməli, bizim yaranmağımıza səbəb kim olub? İmam Hüseyin əleyhissalam. Ona görə də bütün dünya insanları İmam Hüseyin əleyhissalama borcludular. Yəni, biz insanların var olmasına səbəb İmam Hüseyin əleyhissalamdır. İmam Hüseyin əleyhissalam elə bir şəxs olub ki, Peyğəmbərimiz heç bir şəxsə anadan olan kimi əzadarlıq etməyib. Amma Peyğəmbərimiz onun gələcəkdə başına gələcək müsibətlərini bildiyi üçün hələ birinci dəfə qucağına İmam Hüseyin əleyhissalamı alanda ona ağlayaraq əzadarlıq etdi. İmam Hüseyin əleyhissalam, mən deyərdim ki, bizim kimi insan olmayıb. Çünki onun mübarək başı kəsiləndən sonra elə ki, o məlunlar onun mübarək başını nizəyə vurdular. Ağanın mübarək başı nizədə danışaraq Quran surələrini oxuyurdu. Belə ki, məşhurdur ki, Kəhf surəsini oxuyurdu. Ağamızın mübarək məzarı İraqın Kərbəla şəhərində yerləşir. Atası birinci imamımız Əli Əmir-əl-Möminin əleyhissalam, anası isə Peyğəmbərimizin qızı Fatimə Zəhra səlamullah əleyhadır. Ağanın bugün mövlud günü olması münasibəti ilə başda İmam-ı Zaman Əccəlallahu fərəcə olmaqla bütün müsəlman bacı və qardaşlarımızı, xüsusən bütün Əhl-i Beyt aşiqlərini təbrik edirəm. Allah Teala bizi bu mübarək ayın feyzindən, xeyir və bərəkətindən və rəhmətindən binəsib etməsin. Allah ağamızın bu dünyada ziyarətini, ahirətdə isə şəfaətini bizlərə nəsib eləsin. Vəssalamu aleykum
ve rahmetullahi ve berekatuhu.